Gürcüstanda əmək miqrasiyası haqqında qanuna edilən dəyişikliklər martın 1-dən qüvvəyə minib. Bu dəyişikliklərə əsasən Gürcüstanda əcnəbilərin işə qəbulu, özünün məşğulluğu yalnız müvafiq qaydalara uyğun olaraq həyata keçiriləcək. Gürcüstanın işğal olunmuş ərazilərdən gəlmiş Qaçqınlar üzrə Nazirliyinin məlumatına görə, xarici vətəndaş qanuni şəkildə işləməsi və ya əmək sahibkarlıq fəaliyyəti ilə məşğul olması, o cümlədən uzaqdan işləməsi üçün iş icazəsi almalıdır. Əcnəbilər üçün iş icazələri Dövlət Məşğulluq Agentliyi tərəfindən verilir. İş icazəsi üçün müraciət prosesi tamamilə elektronlaşdırılıb. Xidmət alanlar tələb olunan sənədləri müvafiq portala yükləməlidirlər. İş icazəsi müəyyən bir vəzifə və işəgötürən üçün 1 ilə qədər müddətə verilir. Məlumatda o da bildirilir ki, əgər xarici vətəndaş əmək miqrasiyası qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əməl etməzsə, bu, həm işçi, həm də işəgötürən üçün cərimələrə, o cümlədən əcnəbilər üçün maliyyə sanksiyalarına səbəb olacaq.